Sual odur ki, belə bir hədis var ki, Peyğəmbərimiz buyurub ki, deməli, mən sizin aranızda 2 xəlifə qoyuruq edirəm. Kitab-ı Allah və Əhl-i Beyti. Allahın kitabı və Əhl-i Beyti. Və onlar Kövsər hovuzuna qədər bir-birindən ayrılmazlar. Bu hədis... Harada gəlir o hədis? Əhməd bin Həmbəlin müsnədində gəlir. Bəli, hədis səhihdirmi? Hə, hədis səhihdir. Hansı alim? Kitaba ki, təhqiq yazılıb və təxric yazılıb. Yox, hansı alim? Şüeybül Arnavud, Adil Mürşid. Bu kitaba... İkinci kim idi? Adil Mürşid. Aha. Bəlkə eşidəsiniz məsələn. Yox. İki təhqiqlə təxric yazılıb bura. Onlar yazırlar, hədisun səhihun bir şəvahidihi. Öz dəlilləri ilə hədis səhihdir. Şahidləri ilə. Bəli. Sonra da bir Əbu Bəkir İbn Əbu Asimin sünnə əsəri ki var, Şeybaninin sünnə əsəri var. Orada da bu kitabı ki, həm Cavabirə adında bir şəxs, Basim İbn Feysal Əl-Cavabirə və bir də Nasiruddin Əlbaninin buna bu şey deməli sünnə əsərinə hər birinin öz ayrıca şey var, təhqiqi var. O təhqiqdə də yazır ki, İsnaduhu Həsənun, deməli ravilərdəki Saduqun Siqatun. Bu hədislə bağlı inşallah sual vermək istəyirdim ki, həmçinin də Cəlaləddin Əs-Suyutinin kitabında... Yox, sual nədir? Sual ondan ibarətdir ki, Allahın Rasulü bizim aramıza 2 xəlifə qoyur. Allahın kitabı bir də itrəti. Yəni itrəti Əhl-i Beyti. Soyum gələn, məsələn, bir var Əhl-i Beyt ümumi məhfum, bir də itrəti Əhl-i Beyti. Yəni soyum söhbəti. İndi mən bu barədə sual vermək istəyirdim ki, biz niyə başqa yerdə xəlifə axtarırıq? Yəni, əgər bu Allahın Peyğəmbəri bizi üçün xəlifə... Kim başqa yerdə bu xəlifə axtarır? Yəni, niyə görə biz 12 xəlifə məsələsində özümüzdən düzəldirik xəlifələri? Sən bu hədisi hardan götürdün ki, 12 xəlifə, yəni şiə məsəlində olan 12 imam, hardan çıxartdın ki, bu hədisdən o 12 imam hansı ki xəlifə olmalı? Yox, mən hələ çıxartmıram ki. Yox, sən çıxartdın bunu, 12 rəqəmlə yaxşı. Yox, mən hələ çıxartmıram. Xahiş edirəm, üzr istəyirəm, bir dəqiqə. Mən hələ çıxartmıram. Sual verirəm ki... Yox, sən çıxartdın bunu. Yox, sual verirəm ki... Hardan çıxartdın? Yox, mən hələ öz məsələmi görüşü xahiş edirəm də, üzr istəyirəm. Hələ mən öz məsələmi... Yox, sən sual vermirsən. Sən orada iddia atırsan ki... Sən orada iddia atırsan. Sənin o iddianı isbatla, sonra mı geç suala ki? Peyğəmbər... O 12 imamın, 12 imam əqidəsi var aslında. O 12 imam xəlifə olmalı idi. Sən bu əqidən hardan götürmüşsən, onu mən sübut edirəm. 12 imam xəlifə olmalı idi əqidəsi. Allahın xəlifə, deməli, Quran-ı Kərimdə xəlifənin nə cür olmağı məsələsi vardır. Quran-ı Kərimdə xəlifə nə mənadadır, gelmir söhbət. Sən hardan götürmüşsən bu əqidəni ki, bu 12 nəfər adlarını ki sayırsınsa, bu 12 nəfər Allah arasında sonra xəlifə olmalı idi. Peyğəmbərin hədislərindən. Hansı hədisdə gəlir? Şeyx Mufid deyir ki, şiə mənbələrində, imamların adları ilə əlaqəli ki, məsələn, bundan sonra bu olacaq, bundan sonra bu olacaq. Hədislər demədiyin, heç bir səhih hədis yoxdur. İndi mən biz sizdən xahiş eləyim. Əgər belə bir ortada dəlil var... İndi mən sizdən bir xahiş eləyim də, üzr istəyirəm, çox. Əgər mən bu məsələni, Şeyx Müfidin məsələsini araşdırsam, yəni şiə mənbəyində heç bir, belə deyək də, siz dediyiniz kimi, Şeyx Müfidin ki, statını gətirirsiniz, yəni heç bir səhih hədis yoxdur imamların sayı ilə bağlı. Əgər mən bunu araşdırmasın, sizə təqdim eləsəm ki, bu belə bir səhih hədis var, alimlər də bunu mötəbər hədis kimi qəbul ediblər və bu da şiənin əqidəsidir, nə olacaq? Mən bilirəm şiənin əqidəsidir. Mən şiənin nə olacaq kesin? Yox, sən elə maraqlı bir şeydir, nə dedin, nə olacaq? Yox, nə olacaq o mənada demirəm. Yox, nə olacaq başqa mənada demirəm. Sonra siz deyirsiniz ki, yəni belə deyək də, çaşdırılma olmasın da, siz demək istəyirsiniz ki, şiənin əqidəsində bu hədis səhihdir və biz də yolumuzu bilək. Yəni biz də şiənin əqidəsində, bu hədis səhih deyil demədim. Mən sənə dedim ki, sənin alimin özü etiraf edib ki, bizdə bu barədə səhih hədis yoxdur. Yox, icmanın görüşü nədir şiəlikdə?
Qardaş, mən bilmirəm icmanın görüşü. İcmanın görüşü nədir? 12 imam məsələ hədisi ilə bağlı. 12 imamın Şiəsən Cəfərlər deyirsən? Ümumiyyətlə də, yəni Şeyx Tusi olsun, Şərif Mürtəza olsun. Şiə məfhumu geniş məfhumdur. Bəli. Orada Zeydilər var, Zeydilər Cəfərlərdən, İsmaillər var onlardan. Sırf Cəfərdən söhbət gedir. Sırf Cəfərlər aydın məsələdir ki, 12 nəfər üzərində durublar adına. Bəli. Söhbət ondan getmir ki, Müsud onu qəbul eləmir. İcma eləyiblər. Həmin, yəqin ki, o hədis əsasında icma eləyiblər də? Yox, söhbət Şeyx Mufid özü də qəbul edir ki, 12 imamı qəbul edir. Amma onların adları ilə əlaqəli, adları ilə ki, Peyğəmbərdən ki, bundan sonra bu gələcək, bundan sonra bu gələcək və və ilaxı deyir adlarının təyini ilə əlaqəli heç bir səhiyədis yoxdur. İnşallah onda mənim boynuma bir vəzifə, mən bunu bir sizi üçün araşdırmasını göstərim, bu da mövzunun davamını inşallah eləyərik. Məsələni yazıram, həm də qeyd edirəm sizə, çünki dedim araşdıracağım bu məsələni. Siz mənə dediniz ki, Şeyx Müfid deyib bu məsələni, sonra da başqa bir söhbətinizdə də dediniz ki, demişsiniz daha doğrusu, mən onu dinlədim, orada da deyirsiniz ki, Şeyx Müfid deyib ki, Şiədə bizdə olan 12 imamın adları ilə bağlı olan hədislər səhih deyildir və buna görə də başqa məzhəblər yaranıb. Mənə indi ünvan göndərsiniz, ünvan tamam ayrı bir ünvan. Aydındır, problem yoxdur, aydındır. Yox, Şeyx Müfidin sözü yoxdur belə. Aydın məsələ. Yox, Şeyx Müfidin sözü var inşallah. Fəqət əlimin altında olan Xoyinin kitabını gördüm ki, zəng eləyirsiniz. Xoyinin kitabını yazdım. Yox, Xoyinin kitabı deyil axı o. Əl-Mirzə Cavad Təbrizinin kitabıdır. O Sırat-ın Nəcat kitabı. Söz Xoyinin sözüdür. Söz Xoyinin sözüdür. Xoyinin kitabı deyil, bu bir. İkincisi, Xoyu burada... Sədir, qulaq az. Bu bir, bu iki, yəni bu Xoyinin kitabı deyil. Lazım deyil belə ifadələr. Bəli. Gedib o kitabı aç. Açmışam. Hə. Həmin sözü oxudun? Mən oxudum. Xoyu orada belə deyək də, hani siz onu düzgün şəkildə tərcümə edin, necə deyir? Üzr istəyirəm, deyin görüm nə cür deyir, Xoyu nə deyir o barədə? Mən indi bu dəqiqə şeyi bağlamışam, kompüteri bağlamışam. Bəli. Bayaqları açdım, göndərdim. Xoyu orada mən necə demişəm sənə, hələ elə deyir. Məzmun, siz dediyiniz kimi məzmun deyil axı, yəni ki, siz onu başqa yönəltirsiniz, başqa istiqamətə yönəltirsiniz. Yaxşı, indi mən səni zəng eləyərəm, gözləyin. Hə, oldu.